Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Ramazan ayınız mübarək olsun. Allah hər kəsin orucunu, namazını, dualarını qəbul etsin inşallah. Rüzq bərəkətin bol olsun. Allah hər birimizin bilərəkdən, bilməkdən etdiyimiz günahları bağışlasın. Və çalışaq ki, bu ayda çox günahlar etməyək, kimiz haqqına girməyək, boş-boş reytingdən ötəri paylaşımlar etməyək. Buradan üzüm Manşet saytının rəhbəri Əli dırnaqarası dostumuz da dırnaqarası Əliyədir. Ay Əli, keçən dəfə 20-dən çox müğənnilərin adını, 28 müğənninin adını çəkdin ki, bunlar qadağada, efir qadağası var, efirə çıxa bilməz. Və keçən 2 gündən öncə də bundan açıqlama versin ki, bunların biri efirə çıxsın. Onlardan biri bugün efirə çıxdı. İbrahim Borsalı günorta ARB-də, hansı ki, İlqar Mikayilovun verişində qonaq idi çərşənbə efirdə. Günorta çərşənbə bayramından video çəkib paylaşıb. İnanmırsınız, İbrahim Borsalının səhifəsinə girin, baxın. Və yaxud qadağadaydısa nəyə getdi? Başqa bir müğənni var, hansı ki, o həmən zahirə çıxmışdı. Bir müğənni qız var, Günəşdir, nə demişdi, bilməm, o da efirdə qonaq oldu. Boş-boş deyirəm, bu reytingdən ötəri, bu gün də neçə müğənnilərin yenə adını çəksiniz. Şəbnəm Tovuzlunun, Vəfanın, Nəfəsin, nə bilim, bir çoxlarının, Talib Talib keçən dəfə demişdiniz, bu gün Tərənə Müsəid. Bunları efirə xahişlə, minnətlə çağırmışsınız, vaxtında reytingdən ötəri ki, gəlin aman gününü çıxın bizim efirə. Talib Talib'nin, nə bilim, Akşin Fatihin, Büyük Meydan Əskərovu, bir çox müğənnilər var da, yəni adlarını çəksiniz. Vaxtında verişləriniz qırğın gedirdi kanallarda, o rəqabət var idi səhər efirində, nə bilim, axşam efirində, o bütün efirlərdəki, yəni, ay Vəfa, gəl sən bura çıx, ay Şəbnəm bura çıx, Nəfəs bura çıx, nə bilim, Ülviyyəsi, Afət Fərman qızı indi Rusiyada da orada deyil, bir çoxları, nə bilim, Talib Talib orada, bir çox insanlar var, Akşin Fatihdən tutmuş, nə bilim, bəzi müğənnilərimiz var ki, orada içməsi üçün İbrahim Borsalı. İbrahim Borsalı bugün ARB-də qonaqdır efirdə. Bəs deyirdiniz ki, qadağada Say Əli, niyə qonaqdır orada? İndi bəzi bizim, valla o müğənnilərin heç birinə reallıqda efir ehtiyacı yoxdur. Efir ehtiyac yoxdur. Onların o sosial şəbəkələri, Instagram və TikToku, toydan da elə onlar oradan gəlir, məclisləri də, yəni bir televiziyadır, reallıqda. Düzdür, demirəm, efirlər gözəldir, söhbət yox. Amma Hüseyin Məhərrəmoğlu, ay Hüseyin, mənim gözəl qardaşım, gündə bir video çəksən, orada paylaşırsan ki, gülə-gülə də, gülün, sevinirsən. Bir hasa, o 40-dan çox müğənni, o qadağa qoyuldu, sən onların hər birinə gülürsən. Niyə gülürsən, qardaş? Onlar da sənin müğənni dostlarındır da. Onlarla Şəbnəmdən tutmuş, hamısından toylarda rastlaşırsan da. Talib Talibsindən tutmuş, hər birindən. Toylarda, el şənliklərində rastlaşırsınız da. Onlara gülməyin nə mənası var ki? Görürəm da, biz çoxunuz ancaq gündəmə işləyirsiniz, nə bilim, sevinirsiniz ki, o müğənnilər də evlərinə, ailələrinə çörək yaparlar. Bəli, mən sizlə razıyım. Bəzi o siyahıda bir 5-6 nəfər var ki, qadınlar, mən onları görəndə özüm ətim tökülür. Belə geyimləri, kesimləri, hərəkətləri, nə bilim, burcuda belə də üzr istəyirəm tamaşaçılardan oxumaq, o heç kəsə aid deyil, o belə biabırsılıqdır. Amma bəzi şeylərə məncə gülmək lazım deyil. Heç bir müğənnidə efir qadağası yoxdur. Nədir, 4-5 muğam oxuyandan, 4-5 xanəndə ilə efirə dolaşdı. Birazdan sonra Vəfası, Şəbnəmi, Nəfəsi ilə hamını çağırasınız efirlərə. Bu belədir. Gələn həftə mən də efirlərdə varam. Bu qədər. Boş-boş yalandan reklam xətrinə paylaşmayın. Bakubes, böyük saytlərimiz Millaz. Siz də Manşet Əlinin sözünə baxırsınız, bunları paylaşırsınız. Hası televiziyaya qadağa qoyulub, hə? Deyin görüm, Mədəniyyət Nazirindən tapşırılıb qadağa qoyulub, yoxsa teleradyo şirkətindən qadağa qoyulub, hə? Qadağa qoyulmuşsa İbrahim niyə çıxdı? Girin İbrahim Borsalının səhifəsinə baxın da. Boş-boş şeyləri etmən. Hər bir müğənnilərin onların efirə də çıxacaqlar. Amma belə gündəmlə, boş-boş şeylərlə insanların başını yormayın. Bu qədər, sağ olun.